Bilirsiniz yoldaş Zeynalov, gecemiz yok, gündüzümüz yok. Axı belə olmaz axı. Bir dənə sınıq salxa Zaporoj evimin yanından keçəndə evimin divarları titrəsir. Axı belə olmaz yoldaş Zeynalov. Xahiş edirəm. Hələ mən utanıram sizə deməyə. Hələ utanıram çoxsun deyə bilmirəm. Dinəndi yoldaşlardan kimsə arağı içib, boş butulkanı getirib atıb mənim evimin damına. Evdə də lambuçka zamkan eləyib. Bugün sizə Azərbaycan kino və teatrının unudulmaz aktyoru Eldəniz Zeynalovun pərdə arxası həyatından, heç yerdə eşitmədiyiniz maraqlı və faciəli məqamlardan danışacağıq. Hazırsınızsa, pərdə arxasında gizlənən həqiqətləri birlikdə öyrənək. Onun həyatı da oynadığı rollar kimi həm maraqlı, həm də faciəli olub. 1937-ci il yanvarın 1-də Bakının Dağlı məhəlləsində dünyaya gələn Eldəniz Zeynalova bu adı Azərbaycan xalq şairi Səməd Vurğun verib. Hələ məktəbli illərində dayısı, xalq artisti Həsənağa Salayev onun istedadını görərək Dövlət Dram Teatrında uşaq rollarında çıxış etməsinə kömək edir. Sonralar İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunan Eldəniz məşhur rejissor və pedaqoq Adil İskəndarovun kursunda təhsil alır. Müəllimi onun istedadını görərək gənc aktyoru dram teatrına dəvət edir. Elə kino dünyasına ilk addımlarını da Adil İskəndarovun sayəsində atır. Axı qaydası belədir. Atır yəni. Hələ mən tez iki demirəm. Yoldaş Zeynalov, tez iki. Tez iki. Arvadındır. Xeyr canım, nə arvadın? İtdir, tanış itdir, qonşun itidir. İt? Bəli, it. İtin bu işə nə daxlı var? Daxlı var yoldaş Zeynalov. Bağışlayın, utanıram sizə də deməyə. Həmən o qonşunun iti divarı o tərəfində. Ayağını balaca qaldırıb. Ayağı salaş ayıbdır. O məsələni eləyəndə divarın bu tərəfində mənim evim nəm olur? Bəli. Evdə də bilirsiniz də arvad var, uşaq var. Arvadın özü də allergiyadır, xəstədir. Həmən iyi burnuna dəyən kimi arvad səpir bir təhər olur. Onda biz elə üçün apşesini bir tuvalet tikdirərik. Keşke unitaz zad qoyarıq. Yox, zəhmət çəkmək, otel lazım deyil. Xeyr, sizə deyən yoxdur ki, tuvalet tikin. 1963-cü ildə çəkilən Əhməd Haradadır filmində yaratdığı rəngsaz Əhməd obrazı Eldəniz Zeynalovu tamaşaçılara sevdirir. Daha sonra 1969-cu ildə çəkilən Bir Cənub şəhərində filmində Tofiq obrazını canlandırır. Bu rol onun kinoda ilk böyük uğuru olur. Aktyorun özünün də ən çox sevdiyi obraz məhz Tofiq idi. Eldəniz Zeynalov sonralar Yol əhvalatı, Musiqili xaş, Babamızın babasının babası, Qonşu olsa, Bəyin oğurlanması və Hər şey yaxşılığa doğru kimi filmlərdə, eləcə də Mozalan satirik kino jurnalında bir-birindən maraqlı obrazlar yaradır. Onun ən böyük arzularından biri Hamlet obrazını canlandırmaq idi. Ancaq bu arzu heç vaxt gerçəkləşmədi. Aktyor at minməkdən qorxduğu üçün 7 oğul istərəm filmində Mirpaşa obrazından imtina edir. Buna baxmayaraq, filmdə kiçik epizodik rol alır. Uşaq xasiyyətli bir insan idi, səmimi deyim ki, uşaq kimi hər şey inanardı, bir dəqiqənin içərisində. İnsanlarla daima istərdi bir təmaslı olsun, onlardan mehribançılıq yaratsın. Məsələn, küçədə gedirdi, gör indi bir nəfərlə biri sənə salam verir, o da bəlkə də bir çay için söhbət eləyir, nə olar. Çox qəribə bunda xasiyyətlər vardı. İnsanları özünə çox belə yaxın cəlb eləyə bilirdi. Bu, bunun elə bir anadan gəlmə fitri istedadı idi. Və mən sözüm ki, Azərbaycanın elə bir bölgəsi yox idi ki, Eldənizə qarşı sırf təmiz qəlbli uşaq xasiyyətinə görə onu çox gözəl qəbul edirdi. Eldəniz Zeynalov çox ciddi və prinsipial insan idi. Rejissorlardan söz götürmədiyi üçün bir neçə filmi yarımçıq qoyduğu da deyilirdi. O, sənətdə saxtalığı qəbul etməyən aktyorlardan idi. Aktyorun son oynadığı tamaşa isə dramaturq Əli Əmirlinin Köhnə ev əsəri olur. Bu tamaşada Səyavuş Aslanın dublyoru olan Eldəniz Zeynalov məşqlərdən əvvəl ona belə deyir: "Xəstəyəm. Bəlkə də bu mənim son rolum olacaq." Səyavuş Aslan dostunun sözünü yerə salmır və bəhanə ilə məşqlərə gəlmir ki, Eldəniz həmin rolu oynaya bilsin. Final səhnəsində dünyasını dəyişən Qüdrət Qurbanov obrazını o qədər təsirli canlandırır ki, zalda oturan oğlu atasının həqiqətən öldüyünü düşünüb göz yaşlarını saxlaya bilmir. Mən sözüm ki, Azərbaycanın elə bir bölgəsi yox idi ki, Eldənizə qarşı sırf təmiz qəlbli uşaq
xasiyyətinə görə onu çox gözəl qəbul edirdi. Küçəyə çıxanda buna yəni ki, baxmazdı. Bu kasıbdır, ya bu yaxud bu dövlətlidir, bu heç birini ayırmazdı. Hamı ilə gülüb danışardı, hamı ilə sadəliyi var idi bu adamın. Bir dəfə yadıma gəlir, deməli, qastrolda aktyorlardan da bizimlə bir neçə nəfər gediblər. İndi bu da səhər-səhər durur ki, hazırlaşır ki, harada olacaq da bizim görüşlərimizdir. Eldəniz siz səhər-səhər tez indi səhər yeməyini qutaraq ki, tez geçsin də. Bir dəfə də bir də tənbəllik eləyir. İndi ki, çay gəlib, bu soruşur, çay şirindir. Eldən, bu nə söhbət edir, necə çay şirindir? Şirindir, bax gəlin, 3 saat vaxtımız gedir, sən bizim vaxtımızı öldürürsən ki, çay şirindir. Bunu bax gör, şirindir, şirin elə içkiləndə. Biri də vardı, mən həmişə ürəyə gedirdik, qəzet jurnal olsun. Bu hər dəfə Eldəniz elə şeydən xoş gəlmir. Gedən vaxtda istəyirsən, aparası gedirsən də bir uzaq yolda bir 30 km, 40 kilometr getməlisən ki, o bir mədəniyyət sarayında kənddə çıxış eləməyə. Bu da elə qəzetini oxuyur, kitabını oxuyur. Axırda bunu bir gün Eldəniz bıxdı da dəqiqə. Gəldi ki, Kağızköz Əfəndi. Qutar da bu Kağızközü da. Bu kişinin adı qaldı Kağızköz Əfəndi. Eldəniz Zeynalovun 3 övladı var idi. Onun qaraciyər sirrozu və şəkər xəstəliyindən vəfat etdiyi deyilsə də, aktyorun həyatının son günləri çox ağır keçir. Qastrol zamanı yıxılıb bud sümüyünü qıran aktyor əməliyyatdan sonra damar problemləri yaşayır. Ayağında çürümə başlayan sənətkar 2 ay huşsuz vəziyyətdə dəhşətli ağrılar çəkir. Xalq artisti adını da məhz xəstə yatağında alır. 2001-ci ilin noyabr ayında Eldəniz Zeynalov dünyasını dəyişir. Ölümündən sonra isə onun yastığının altından ürək dağlayan bir məktub tapılır. Məktub aktyor dostları Telman Adıgözəlov və Mikail Mirzəyə ünvanlanmışdı. Mən həyatda olmayanda uşaqlarımı sizə əmanət edirəm. Azərbaycan kino tarixində silinməz iz qoyan bu böyük aktyorun həyatı həm şöhrət, həm də ağır taley ilə yadda qaldı. Kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Oğlum, qəlb genişliyi hiss olunmur. Qəlb genişliyi olmayan yerdə də belə mahnını ifa eləmək olmaz. Olmaz, 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 olmaz. Olmaz. Xahiş edirəm, hisslənmə. Sənə əsəbləşmək olmaz. Sən də atanın sözünə qulaq as. Sən mənim arvadımsan. Nə danışırsınız? Siz kimsiniz? Mən Əhməd Əliyevəm. Əhməd Əliyev mənim qardaşımdır. Deməli sən mənim bacımsan, hə? Bura bax, hey, mərifətli danış. Bağışlayın. Biraz hirsləndim.